Salam müəllimələr, deməli axşamınız xeyir olsun. Bugünkü mövzumuz müxtəlif fəaliyyət növləri üzrə uşaqların inkişafı olacaq. Yəni bir növ fəaliyyətlər mövzusunun izahını təşkil edəcəyik. Bilirik ki, yəni fəaliyyətlər hər yaş qrupu üzrə formalaşır uşaqlarda mərhələlərə uyğun olaraq. Və erkən yaş dövrü və məktəbəqədər yaş dövrü olaraq bölünür bu mərhələlər. Bildiyimiz kimi erkən yaş dövrü 1-3 yaşı əhatə eləyir, amma məktəbəqədər təhsil dövrü 3-6 yaşı əhatə eləyir. Amma ümumilikdə bilirik ki, məktəbəqədər yaş 1-6 yaşı əhatə edir. Demək erkən yaş dövrü 1-3 oldu, məktəbəqədər dövr isə 3-6 yaş oldu. Erkən yaş dövründə müəllimələr biz əsasən uşaqlar bu dövrdə, yəni hələ yenidirlər də, manipulyasiya edirlər, bir növ əşyalarla maraqlanırlar. Baxın, qeyd olunub ki, sökülüb yığılan və hərəkətli oyuncaqlarla oyun. Yəni bir növ əşyavi manipulyativ fəaliyyət mənimsənilir 1-3 yaşda. Uşaqlar oyuncaqlarla oynamağa, onları kəşf etməyə, belə deyək, toxunaraq mı deyək, hiss edərəkmi, materialına, görünüşünə, yəni bir növ manipulyasiya edirlər əşyalarla. Daha sonra ünsiyyətin qurulmasıdır. Bilirik ki, körpə yaşlı uşaqlar əsasən ünsiyyətə girməyə cəhd göstərirlər ətrafdakılarla. Daha sonra böyüklərin rəhbərliyi altında birgə fəaliyyət. Bu da, yəni bu dövrdə formalaşır. Bundan əlavə özünəxidmət əməyi və məişət əşyaları ilə fəaliyyət bu dövrdə mənimsənilir. Musiqinin, nağılın, şeirin, şəkillərin məzmununun qavranılması məqsədi ilə təşkil edilən fəaliyyətlər də erkən yaş dövründə qeyd olunur. Deməli, erkən yaş dövründə uşaqlar əsasən sökülüb yığılan hərəkətli oyuncaqlarla oyunu təşkil edilir. Uşaqlar ünsiyyət qurmağa, ünsiyyətə girməyə cəhd göstərirlər. Böyüklərin rəhbərliyi altında fəaliyyət göstərirlər. Özünəxidmət əməyi, məişət əşyaları ilə birgə fəaliyyət təşkil olunur və bir sıra hərəki fəallıq göstərən hərəkətlər nümayiş etdirirlər. Bundan əlavə indi məktəbəqədər dövrə baxsaq, məktəbəqədər dövrdə 3-6 yaşı əhatə etmişdi. Bu dövrdə də oyun, yəni əsas fəaliyyət növləri, bura qədər sadə bacarıqlar nümayiş etdirdilər. Artıq məktəbəqədər təhsil dövründə 3-6 yaşda oyun, ünsiyyət, elementar tədqiqatçılıq, bədii nümunələrin dərk edilməsi məqsədi ilə təşkil edilən fəaliyyət, əmək fəaliyyəti, təlim fəaliyyəti, bir növ əmək fəaliyyəti, təsviri fəaliyyət, musiqi, hərəki fəallıq təşkil edilir bu dövrdə də. İndi biz yaş qrupları üzrə baxacağıq fəaliyyət növlərinə. 1-2 yaşda formalaşdırılan fəaliyyət növlərinə baxsaq, bu dövrdə əşyavi manipulyativ fəaliyyət, ünsiyyət fəaliyyəti, bundan əlavə əmək fəaliyyəti, oyun fəaliyyəti, bədii fəaliyyət, təlim və mədəni davranış vərdişlərinin aşılanması 1-2 yaş dövründə formalaşır. İndi biz bunun bir növ belə deyək də, gedişinə baxsaq, indi biz baxaq əşyavi manipulyativ fəaliyyətə. Əşyavi manipulyativ fəaliyyətdə müəllimələr bir növ idraki fəaliyyət, yəni bilirik ki, yaş dövrlər üzrə idraki fəaliyyət mühüm rol oynayır. Bu idraki fəaliyyətdə bir növ əşyavi manipulyativ fəaliyyətdir. Yəni 1-2 yaş qrupunda idraki fəaliyyət əsasən dedik ki, önəmlidir də bütün yaş qrupu üzrə. Amma 1-2 yaş dövründə idraki fəaliyyətin yerinə əşyavi manipulyativ fəaliyyət olur. Yəni idrak tam formalaşmır bu yaş dövründə. Ona görə də 1-2 yaşda əşyavi manipulyativ fəaliyyət adlanır. Baxın müəllimələr, əşyavi manipulyativ fəaliyyət dedikdə əşya ilə, yəni manipulyasiya etmədə bir növ uşaq körpəlikdə yaranır uşaqlarda bu əşyavi manipulyativ fəaliyyət. Bir növ belə deyək də, qələmimi deyək, hər hansısa bir əşyanı ağzına aparır, bir növ belə deyək də, həmən əşyanı qavramağa çalışır. Bu da əşyavi manipulyativ fəaliyyət dövrü adlanır. İndi biz baxsaq 1-2 yaşda əşyavi manipulyativ fəaliyyətə nələr daxildir? Baxın, burada uşağın diqqətinin ətraf mühitdəki əşyalara cəlb edilməsidir.
Daha sonra əşyavi fəaliyyətin aparıcı fəaliyyət növü kimi mənimsənilməsidir. Uşağın hərəki və nitq imkanlarının nəzərə alınması ilə idraki fəaliyyətin təşkili, daha sonra perseptual, hissi qavrayış fəaliyyət təlimi, uşaqların əşyaların adlarını yadda saxlamağa, əşyavi və praktik fəaliyyətin istifadəsi ilə zehni məsələlərin həllinə bir növ həvəsləndirilməsi, bundan əlavə qeyri-ixtiyari idrak proseslərə və ixtiyarilik üzərində emosionallığın üstünlüyünə əsaslanaraq uşağın idraki tələbatının dəstəklənməsi və stimullaşdırılmasını əhatə edir. İndi biz buna baxsaq, baxın, bizdən soruşsa, nitqi mənimsəmə sözü, baxın, başdan baxsaq, uşağın diqqətinin ətraf mühitdəki əşyalara cəlb olması, yəni bu dövrdə uşaqlar yeniliklərlə, yeni əşyaları, yeni oyuncaqları görməyi, kəşf etməyi sevirlər. Yəni onları cəlb edir. Ona görə də uşağın diqqətinin ətraf mühitdəki əşyalara cəlb olması mühümdür 1-2 yaşda. Daha sonra əşyavi fəaliyyətin aparıcı fəaliyyət növü kimi mənimsənilməsi. Yəni sizdən soruşsa ki, hansı əşyavi manipulyattiv fəaliyyət aparıcı fəaliyyət növü kimi hansı yaş dövründədir? Deyəcəksiniz ki, 1-2 yaşda, yəni aparıcı fəaliyyət növü kimi mənimsənilmiş olur. Daha sonra uşağın hərəki və nitq imkanlarının nəzərə alınması ilə idraki fəallığının təşkilidir. Yəni, belə deyək də, burada uşaq bir növ nitqi mənimsəməklə yanaşı, fikrini ifadə etməklə yanaşı, onun idraki olaraq mahiyyətini də dərk etməlidir ki, yəni bu nə mənə kəsb eləyir dediyi söz. Daha sonra perseptual, hissi qavrayış, perseptual fəaliyyətin təşkili, perseptual fəaliyyətdə yəni hissidir də, hissi fəaliyyətdir, toxunaraq. Məsəl üçün, uşağa, belə deyək, uşaq hələ yenidir də, tam təcrübə əldə etməyib, hələ balaca yaş dövründədir. O, təbii ki, hiss edərək, toxunaraq mənimsəmiş olacaq. Məsəl üçün, uşaq əlini soyuq suya vurur, məsəl üçün, qaynar bir əşyaya vurur əlini. Bu zaman bir növ qeyri-ixtiyari olaraq əşyalarla tanış edirik də. Uşaq bu zaman dərk edir əşyanın mahiyyətini və yaxud hiss edir də toxunduğunu, nəyə əl vurmaq olar, nəyə əl vurmamaq olar. Artıq qaynar əşyaya əl vurubsa, bir daha ona əl vurmamağa səy göstərəcək. Yəni, artıq dərk eləməyi bacaracaq. Perseptual fəaliyyət də dedik ki, hissi qavrayışdır. Yəni, bir növ uşaq burada öz emosiyalarını ifadə edir də, belə deyək. Daha sonra uşaqların əşyalarını, adlarını yadda saxlamağa, əşyavi və praktik fəaliyyətin istifadəsi ilə zehni məsələlərin həllinə həvəsləndirilməsi. Yəni, burada sırf uşaqlar əşyaların adlarını yadda saxlamaqla kifayətlənmir, həmçinin onun praktik olaraq, əşyavi olaraq mahiyyətini dərk etməlidirlər. Daha sonra qeyri-ixtiyari idraki proseslərlə və ixtiyarlılık üzərində emosionallığın üstünlüyünə əsaslanaraq uşağın idraki tələbatının dəstəklənməsi və stimullaşdırılması. Yəni, bu nə deməkdir? Biz dedik ki, müəllimələr, aparıcı fəaliyyət hesab olundu 1-2 yaşda əşyavi manipulyattiv fəaliyyət. Daha sonra perseptual qavrayışın təməli də 1-2 yaşda qoyulur. Qeyri-idraki proseslər, baxın, indi biz qeyri-idraki proseslərə gəlsək, bu da nə deməkdir? Qeyri-idraki proseslər dedikdə, məsəl üçün, müəllimələr, bura daxildir diqqətdir, hafizədir, təxəyyül, təfəkkür, yəni əsasən bu idraki proseslər nəzərdə tutulur. Yəni, bu dövrdə uşağın diqqəti hələ tam formalaşmır, hafizəsi tam formalaşmır. Ona görə də biz bu istiqamətdə uşaqların emosionallığının üstünlüyünə belə deyək də, emosionallığın üstünlüyünü əsas götürməliyik. Yəni, emosionallıq da bu dövrdə mühüm rol oynayır. Uşaqlar, məsəl üçün, burada öz emosiyalarını ifadə etməyi bacarırlar. Elə uşaq var ki, məsəl üçün, hər hansısa bir hadisəyə sevinir, bununla öz emosiyalarını bildirir. Məsəl üçün, bayaq qeyd elədiyimiz sökülüb yığılan oyuncaqları, məsəl üçün, kubu yığır, bu zaman uşaq sevinir, öz emosiyalarını ifadə edir və yaxud da hər hansısa bir uğursuzluq baş verən zaman kədərlənir, üzülür. Bura qədər aydın oldu, müəllimələr.
Bəli, müəllimə. Müəllimə, bəli. Aha, lap yaxşı. İndi ünsiyyətə baxacağıq müəllimələr. Ünsiyyət də bu dövrdə mühüm rol oynayır. Ünsiyyət, yəni belə deyək də, bu dövrdə 1-2 yaş dövründə ünsiyyət mühüm rol oynayır. Yəni uşaq burada bir növ nitqi anlamaqla yanaşı təqlid etmə bacarığı formalaşır, lüğət ehtiyatı zənginləşir. Ünsiyyət həmçinin bu dövrdə mühüm rol oynadığına görə uşaqlar ünsiyyətə səy göstərir. Böyüklərlə, ətrafdakılarla ünsiyyətə səy göstərdiyi üçün onların lüğəti artıq 300 sözə yaxın belə deyək, zənginləşir. 300 sözə yaxın artıq bir növ əşyaları adlandırmağı, belə deyək də, ünsiyyətə girməyə bacarırlar, sözü mənimsəmiş olurlar. Daha sonra bundan əlavə biz deyəcəyik ki, 1-2 yaşda ünsiyyətdə baxın, uşağa ünsiyyət yollarını göstərmək və onları təkrarlamağa həvəsləndirməliyik. Bundan əlavə insanların davranışını və bir-biri ilə nə üçün ünsiyyət saxladıqlarını izah etməliyik. Ünsiyyətə maraq və müsbət emosiyalar yaratmalıyıq. Yəni, uşağa ünsiyyət yollarını göstərməliyik, onları təkrarlamağa həvəsləndirməliyik. Yəni, uşaqlar yeni-yeni sözlər, ifadələr öyrənməlidirlər. Daha sonra insanların davranışını və bir-birilərinə üçün ünsiyyət saxladıqlarını izah etməliyik. Təbii ki də biz buna böyük qruplarda rast gələ bilmərik, axı 5-6 yaşda, 4-5 yaşda, ona görə bu 1-2 yaşdır və ünsiyyətə maraq və müsbət emosiyalarını yaratmaq da bu dövrdə mühüm rol oynayır müəllimələr. Aydın oldu bu da. İndi oyun fəaliyyətinə keçək. Oyun fəaliyyəti də bilirik ki, yəni əvəz edilməz rolu var. Xüsusən də yəni bu məktəbə qədər dövrdə mühüm rol oynayır. Hələ körpəlikdə desək, yəni oyun mühüm fəaliyyət növlərindən biridir. Oyun da uşaqlarda yəni bir sıra belə deyək də, davranış formalaşdırır. Onların hər tərəfli inkişafını stimullaşdırmış olur. Oyun vasitəsilə uşaqlar əylənirlər, yenilikləri kəşf edirlər. Onların zehni inkişaf eləyir, təxəyyülü inkişaf eləyir. İndi biz oyun fəaliyyətinə baxsaq, 1-2 yaşda oyuncaqlarla oyunun təşkili bu dövrdə baş verir. Yəni uşaqlar hələ oyuncaqlarla yeni belə deyək də, oyuncaqlarla oyunların təşkili dedikdə, yəni uşaqlar hələ burada oyuncaqlarla yeni-yeni oyunlar təşkil edirlər, yeni-yeni kəşf eləyirlər. Ona görə də bu 1-2 yaş olacaq. Yəni asan tapmaq üçün oyuncaqlarla oyunların təşkili bilin ki 1-2 yaşdadır. Daha sonra uşağın sensor və hərəki fəaliyyətini inkişaf etdirən, şən əhval-ruhiyyəyə yaradan oyunların təqdim olunmasıdır. Yəni sensor dedikdə biz dedik ki, hiss üzvləridir sensor. Bir də hərəki fəaliyyətini inkişaf etdirən, uşaqlarda emosionallığı stimullaşdıran oyunları təşkil etməliyik. Onlarda şən əhval-ruhiyyə yaradan oyunların təqdim olunmasıdır. Bundan əlavə sevimli oyuncaqların əhatəsinin genişləndirilməsidir. Yəni uşaqların belə deyək, üstünlük verdiyi, daha çox diqqətini tələb edən oyuncaqlarla əhatəsinin genişləndirilməsidir. Oyun prosesində uşaqların lüğətinin hərəkət və fəaliyyət bildirən sözləri hesabına zənginləşdirilməsidir. Yəni bir növ burada uşaqlar fəaliyyət zamanı onların nitq ehtiyatı, lüğəti zənginləşməlidir ki, uşaqlar yeni-yeni ifadələr öyrənsinlər. İndi oyun fəaliyyətinə baxsaq, oyun fəaliyyəti də dedik ki, oyuncaqlarla oyunların təşkili, uşağın sensor və hərəki fəaliyyətini inkişaf etdirən, şən əhval-ruhiyyə yaradan oyuncaqların təqdim edilməsi, sevimli oyuncaqların, səsi bağlayın. Səsi bağlayın müəllimə. Dərsi pozursunuz. Sevimli oyuncaqların əhatəsinin genişləndirilməsi, oyun prosesində uşaqların lüğətinin hərəkət və fəaliyyət bildirən sözləri hesabına zənginləşdirilməsi. Bura qədər aydın oldu müəllimələr? Bəli, müəllimə. Lap yaxşı. Aydındır müəllimə. İndi biz əmək fəaliyyətinə baxacağıq 1-2 yaşda. Yəni əmək fəaliyyəti də məktəbə qədər yaşda əsas fəaliyyət növü kimidir. Əsas fəaliyyət növüdür. Belə deyək də. İndi əməyə baxsaq biz, əməkdə də 1-2 yaşda nələr formalaşır?
Baxın, uşaqlarda əməyə maraq oyatmaq məqsədilə bu işlərin aparılması zəruridir. Əmək fəaliyyəti üçün lazım olan həyati və məişət əşyalarının göstərilməsi və adlandırılması. Yəni hələ körpədir də, 1-2 yaş dövründədir. Ona görə biz onu müəyyən əşyaları göstərməliyik, onlarla tanış etməliyik və adlandırılmasını təmin etməliyik. Bundan əlavə gündəlik təsərrüfat məişət əmək yollarının göstərilməsidir. Oynadıqdan sonra oyuncaqların yığışdırılmasının öyrədilməsidir. Özünə xidmət bacarıqlarının formalaşdırılmasıdır. Yəni 1-2 yaşda əmək fəaliyyətinə nələr daxil oldu? Əmək fəaliyyəti üçün lazım olan həyati və məişət əşyalarının göstərilməsi və adlandırılması, gündəlik təsərrüfat məişət əməyinin yollarının göstərilməsi, oynadıqdan sonra oyuncaqların yığışdırılmasının öyrədilməsi, özünə xidmət bacarıqlarının formalaşdırılması bu yaş dövründə əsas götürülür. Qeyd edeyim ki, müəllimələr, yəni açar söz olaraq bəzilərini götürə bilərik, yəni tam o qədər də yox da, amma bu sırf əzbərlik tələb edən bir mövzudur da, yəni sırf əzbərlik tələb edir. İndi biz bədii fəaliyyətə baxsaq, bədii fəaliyyət də uşaqlarda bilirik ki, bədilik əsasən təsviri fəaliyyət dedikdə, yəni estetik və yaradıcı inkişaf sahəsində idi bədii fəaliyyət. Burada da yəni uşaqlarda təfəkkür, təxəyyül, ünsiyyət bacarıqları, digər insanların mövqeyini qəbul etmək bacarığı yaranır, inkişaf edir. Yəni ətraf mühitdəki insanların hərəkətlərində, geyimdə gözəlliyi görmək, yəni qeyd elədiklərimiz görürük ki, estetik və yaradıcı inkişaf sahəsində bir növ öz əksini tapmaqdadır. İndi biz bədii fəaliyyətə nələr daxildir? 1-2 yaşda onlara baxacağıq. Uşağın bədii fəaliyyətdəki iştirakını təmin etməklə incəsənət əsərlərinin qavranılması, daha sonra incəsənət əsərlərinə emosional münasibətin təzahürü üçün şəraitin yaradılması, böyüklər tərəfindən oxuma, rəsmlərin çəkilməsinə və s. uşaqların diqqətinin cəlb edilməsi, daha sonra uşaqların böyükləri təqlid etməyə həvəsləndirilməsi, hər hansı bir fəaliyyətin birlikdə icra edilməsi. Yəni bədii fəaliyyətə də bunlar daxil oldu. Yəni əsasən bədii fəaliyyət yaradıcılıq deməkdir. Estetik və yaradıcı inkişaf sahəsinə daxildir, təxəyyül psixoprosesinə daxildir. Burada deməli bunlar qeyd olundu. Uşağın bədii fəaliyyətdəki iştirakını təmin etməklə incəsənət əsərlərinin qavranılması, incəsənət əsərlərinin emosional münasibətin təzahürü üçün şəraitin yaradılması, böyüklər tərəfindən oxuma, rəsmlərin çəkilməsinə və s. uşaqların diqqətinin cəlb edilməsi, bir də uşaqların böyükləri təqlid etməyə həvəsləndirilməsi, hər hansı bir fəaliyyətin birlikdə icra edilməsi bura daxildir. Yəni sırf əzbərlik tələb edən bir mövzudur, ona görə də yəni çalışdığım qədər izah edirəm, amma yəni əzbərlikdir də, belə deyək bu mövzu. Təlim fəaliyyəti də yəni məktəbə qədər dövrdə mühüm rol oynayır. Burada da belə deyək də nələr daxildir? Biz təlim fəaliyyətinə baxsaq, əldə edilmiş bilik və bacarıqların möhkəmləndirilməsi, bundan əlavə sadə əşyalar vasitəsilə müxtəlif hərəkətlərin yerinə yetirilməsi, yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, əşyalar vasitəsilə müxtəlif ölçülərin böyük-kiçik öyrədilməsi. Baxın, burada yaradıcılıq fəaliyyəti var. Siz o yaradıcılıq fəaliyyətini, yəni bədii fəaliyyətə gedib götürməyin də. Siz onu bilin ki, yəni bu təlim fəaliyyətində qeyd olunub bu fikir. Baxın. Belə deyək də. Bir dəqiqə. Burada qeyd olunub bu fikir, yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi. Yəni siz bunu götürüb bədii fəaliyyətə götürməyin də, təlim fəaliyyətinə daxildir. Deməli, təlim fəaliyyətinə də daxil oldu ki, əldə edilmiş bilik və bacarıqların möhkəmləndirilməsi, sadə əşyalar vasitəsilə müxtəlif hərəkətlərin yerinə yetirilməsi, yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, əşyalar vasitəsilə müxtəlif ölçülərin öyrədilməsi təlim fəaliyyətinə daxil oldu.
İndi mədəni davranış vərdişlərinin aşılanmasına baxacağıq. Mədəni davranış vərdişləri də əsasən bu dövrdə formalaşır, məktəbə qədər yaş dövrünə qədər formalaşmış olur. Müəyyən normalara, qaydalara uyğun olaraq, yəni uşaqlarda müəyyən davranışların, belə deyək də, mədəni davranış qaydalarını formalaşdırmalıyıq biz uşaqlarda. Ona görə də baxın, mədəni davranışda çox az fikir var. Burada daxildir ki, norma və qaydalara uyğun sadə mədəni davranış vərdişlərinin formalaşdırılması, böyüklərin nitqinin dinlənilməsi, sadə suallara cavab alınması, olar, olmaz, sağ ol sözlərinin mahiyyətlərinin başa düşülməsi və yerində işlədilməsinə nail olunması. Yəni mədəni davranışdakı sözlər nisbətən asandır. Digərlərinə baxanda daha tez qavramış ola bilərsiniz. Bura qədər aydın oldu müəllimələr? Bəli, müəllimə. Aha, lap yaxşı. Mürkəm müəllimə, buradasınız? Ülviyə müəllimə. Buradayam, müəllimə. Buradayam. Aha. İndi biz 2-3 yaşdakı fəaliyyətlərə baxacağıq. 2-3 yaş dövründə də əşya manipulyattiv fəaliyyət, bundan əvvəl ünsiyyət fəaliyyəti, təlim fəaliyyəti, əmək fəaliyyəti, artıq burada baxın əməyin bir sıra növləri formalaşır. Bədii fəaliyyəti, mədəni davranış və qarşılıqlı münasibət vərdişlərinin aşılanması, sensor tərbiyə. Sensor tərbiyə demişdik ki, artıq 2-3 yaş dövründən formalaşır. Baxın, bunun sübutu da buradadır ki, yəni sensor tərbiyə 2-3 yaşda olur. İndi biz baxaq. Müəllimə, testlərdə də çox vaxt, məsələn, kiçik qrup kimi yox, 1-3 yaş götürülür. Əsasən, bəli, ola bilər elə sualda, amma 2-3 yaşda formalaşır da, belə deyək. Amma 1-3 yaş kimi də götürmək olar. Yəni, müəllimə, götürmək olar da elə. Bəli. İndi suala baxır da, necədir? Eləsində var 1-3 yaş qeyd olunub, eləsində var 2-3 yaş. İndi 2-3 yaşda olan fəaliyyət növlərinə baxsaq, 2-3 yaşda da əşya manipulyattiv fəaliyyət var. Burada da gördüyümüz kimi, burada əsasən dedik ki, əşyaları qavramaqdır, əsasən manipulyasiya etməkdir. Burada baxın, ətraf mühitdəki həm sosial, həm də təbiət obyektləri ilə tanışlıq, onlarla davranma yollarının göstərilməsi, uşağın əşyalarla, oyuncaqlarla fəaliyyətə həvəsləndirilməsi, perseptiv fəaliyyətin formalaşdırılması, uşağın manipulyativdən əşyavi fəaliyyətə, sonra isə alət fəaliyyətinə keçidə həvəsləndirilməsi. Birinci körpələrdə, birinci kiçik qrupda sadəcə əşyavi fəaliyyəti idi, amma burada artıq baxın, alət fəaliyyətinə keçidə həvəsləndirilməsi qeyd olunub. Bundan sonra qeyri-ixtiyari idraki proseslərə və ixtiyarlıq üzərində emosionallığın üstünlüyünə əsaslanaraq uşağın idraki tələbatının dəstəklənməsi və stimullaşdırılması. Baxın, birinci körpələr qrupunda 1-2 yaşda da bu fikir qeyd olunmuşdu. Ünsiyyət fəaliyyətində burada da eyni fikir qeyd olunub. İndi dedik bunları. Əşya manipulyativ fəaliyyətə daxil oldu. İndi ünsiyyət fəaliyyətinə baxsaq, ünsiyyət fəaliyyəti də artıq burada uşaqlar daha çox ünsiyyətə girməyə cəhd göstərirlər, dialoqa girirlər ətrafdakılarla, eşitdiklərini başa düşürlər, suallar ünvanlayırlar, nə üçün baş verdi, bu başqa cür necə olardı, nə səbəbə kimi suallara cavab verməyə çalışırlar. Yəni, bu dövrdə daha da sosial mühitə uyğunlaşmağa səy göstərmiş olurlar. İndi baxsaq, ünsiyyət fəaliyyətinə 2-3 yaş dövründə ünsiyyət fəaliyyətinə nələr daxildir? Təhlükəsiz ünsiyyət dairəsinin genişləndirilməsi, yanında qarşılıqlı fəaliyyətdən birlikdə qarşılıqlı fəaliyyətə keçid. Yəni, artıq burada baxın, təhlükəsiz ünsiyyət dairəsinin genişləndirilməsi. Sizdən soruşsa ki, təhlükəsizlik ünsiyyət dairəsinin genişlənməsi hansı yaş dövründədir? Deyəcəksiniz ki, 2-3 yaş dövründə ünsiyyətdə daxildir. Daha sonra emosional işgüzar ünsiyyətin tələbatına uyğun olaraq uşağın müraciətinin cavablandırılması. Artıq uşaq sadəcə sual vermir də, həmçinin o sualın, o müraciətin cavabını alır. Daha sonra ətraf mühit barədə danışmaq xahişinin dəstəklənməsi və cavablandırılması, digər uşaqlarla ünsiyyət qurmaqda uşağa yardım edilməsi.
Ünsiyyət prosesində müsbət emosiyaların yaranması üçün şəraitin yaradılması, digərlərində qeyri-ixtiyari proseslər formalaşırdı. Amma artıq burada müsbət emosiyaların yaranması üçün şəraitin təşkil edilməsidir. Daha sonra biz oyun prosesinə baxacağıq. Oyun prosesi zamanında artıq uşaqlar burada kommunikasiya, ünsiyyət formalaşır, idraki prosesləri formalaşır, motor bacarıqların inkişafı daha da təkmilləşmiş olur. İndi oyun fəaliyyətinə baxsaq, 2-3 yaşda oyun fəaliyyətinə nələr daxil olmuş oldu? Oyun fəaliyyətinin formalaşdırılması, fərdi oyunlardan birgə oyuna keçidin təmin edilməsi. Yəni sizdən soruşsa ki, fərdi oyunlardan birgə oyuna keçid hansı yaş dövründədir? Deyəcəksiniz 2-3 yaş dövründə oyun fəaliyyətindədir. Daha sonra emosional reaksiya üçün şəraitin təşkil edilməsi, oyunda iştirak etmək arzusunun yaradılması. Daha sonra müxtəlif oyun növlərinin mənimsənilməsinə yardım edilməsi, müxtəlif oyun növlərində oyuncaqların və digər əşyaların istifadə üsullarının öyrədilməsi 2-3 yaşda oyun fəaliyyətinə daxil olmuş oldu. Daha sonra biz təlim fəaliyyətinə baxsaq, təlim fəaliyyətinə 2-3 yaşda nələr daxil olacaq? Təlim fəaliyyətinə də həmçinin müəllimələr bu dövrdə 2-3 yaşda oyun məşğələ formasında keçirilmiş olur. İndi baxsaq, təlim fəaliyyətinin nələr daxildir? Sensor inkişaf, nitq inkişafı, daha sonra ətraf aləmi haqqında ilkin təsəvvürlərin formalaşdırılması, əsas hərəkətlərin yeriş, qaçış, tullanma, sürünmənin inkişaf etdirilməsi. Deməli, sensor inkişafın, daha sonra nitq inkişafı və ətraf aləm haqqında ilkin təsəvvürlərin formalaşdırılması, əsas hərəkətlərin inkişaf etdirilməsi 2-3 yaş dövründə təlim fəaliyyətinə daxil olmuş oldu. İndi əmək fəaliyyətinə biz baxsaq, əmək fəaliyyətində də artıq baxın, burada özünə xidmət əməyi yer alır, məişət təsərrüfat əməyi alır. Biz dedik ki, əməyin 4 dənə növü var. Özünə xidmət əməyidir, məişət təsərrüfat əməyidir, əl əməyidir, təbiətdə əməyidir. Amma sadəcə burada ikisi qeyd olunub əməyin növlərindən özünə xidmət əməyi və məişət təsərrüfat əməyi. Özünə xidmət əməyində baxın, müstəqil səliqəli yemək, soyunub geyinmək, yuyunma bacarıqlarının aşılanması, geyimlərindəki çatışmazlıqları görüb aradan qaldırmaq üzrə vərdişlərin bir növ aşılanmasıdır. Təmizlik və gigiyena qaydalarına əməl edilməsinin öyrədilməsidir. Yəni, özünə xidmət əməyi biz demişdik ki, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsinə daxildir. Amma digər əməyin növləri estetik və yaradıcı inkişaf sahəsində öz əksini tapmış olur. Özünə xidmət əməyi zamanı da yəni bir növ uşaq özünə qulluq edir, özü geyinir, özü soyunur, özü səliqəyə salır, öz yatağını. Yəni, özünə xidmət əməyi də budur. Daha sonra məişət təsərrüfat əməyinə baxsaq, məişət təsərrüfat əməyi də böyüklərin köməyi ilə nahar və məşğələ üçün masalara müvafiq ləvazimatların və qab-qacağın düzülməsinin öyrədilməsi, yəni bir növ tərbiyəçi müəllimə kömək göstərmiş olur. Birgə əmək fəaliyyətinin təşkili. Yəni, məişət təsərrüfat əməyi də odur ki, tərbiyəçi müəllimə böyüklərə, uşaq, yəni hər hansısa bir işin təşkili zamanı müəyyən köməklik göstərir. Bu da belə. Yəni, əməyə nələr daxil olmuş oldu? 2-3 yaşda özünə xidmət əməyi və məişət təsərrüfat əməyi. İndi biz bədii fəaliyyətə baxsaq, 2-3 yaşda, baxın, bu da nisbətən biraz asandır. Burada daxildir, bədii fəaliyyətə qoşulmadır, estetik təəssüratların genişləndirilməsidir, incəsənət əsərlərinə emosional cavabın, onları bütünlüklə qavranılması imkanlarının, bədii bacarıqlarının inkişafıdır. Daha sonra musiqi səslərinin xüsusiyyətlərinin mənimsənilməsində təsviri fəaliyyət əşyalarından, artıq karandaşdan, kağızdan istifadə edilməsidir bədii fəaliyyətdə. 1-2 yaşda bu qeyd olunmamışdı. Artıq 2-3 yaşdan etibarən təsviri fəaliyyət növlərinə karandaşda, kağızdan artıq istifadə etməyi bacarırlar.
Deməli, dedik ki, bədii fəaliyyətə nə daxil oldu? Bədii fəaliyyətə qoşulma, estetik təəssüratların genişlənməsi, incəsənət əsərlərinin emosional cavabın, onlara bütünlükdə qavranılması imkanlarının, bədii bacarıqlarının inkişafı, musiqi səslərinin xüsusiyyətlərinin mənimsənilməsində təsviri fəaliyyət əşyalarından istifadə edilməsi. İndi biz baxsaq, mədəni davranış və qarşılıqlı münasibət vərdişlərinin aşılanması. 1-2 yaşda sadəcə mədəni davranış idi. Artıq burada mədəni davranış və qarşılıqlı münasibət vərdişlərinin aşılanması olaraq gedir. Deməli, bura nələr daxildir? Salamlaşma, xudahafizləşmə, xahiş, təşəkkür bildirən sözlərdən istifadə vərdişlərinin aşılanması, yaşıdlarının əhatəsində mədəni davranış bacarıqlarının yaradılması, güzəştə getmək, bölüşmək, kömək etmək arzusunun reallaşdırılmasında böyüklərin təsir göstərməsi, davranışa nəzarətin tərbiyə edilməsi. Bu da belə müəllimələr. Artıq baxın, dedik ki, sensor tərbiyə 2-3 yaş dövründə formalaşır. Sensor tərbiyə də bildik ki, hiss üzvləri vasitəsilədir bir növ. Toxunaraqmı, hiss edərəkmi, duyğularla bir növ qavrayırlar. Burada daxildir ki, sensor tərbiyə üzrə müxtəlif təcrübələrin təşkil edilməsi, müxtəlif fəaliyyət növlərində sensor xüsusiyyətlərin, rəng, formanın nəzərə alınması. Sensor tərbiyədə 1-2 yaşda yer almırdı. Bura qədər aydındır müəllimələr. Başa düşürsünüz? Aydındır müəllimə. Çətindir, yoxsa necə müəllimə? Standartlara baxanda elə çətin gəlmədi. Hə, müəllimə, lap yaxşı. İndi 3-4 yaşa baxsaq, Ülviyə müəllimə, buradasınız? Hə, bəli, həcmlidir. Hə, bəli, yəni, biraz çoxdur. Yox, bir dəfə öyrənilməli deyil, yox. Bir dəfə öyrənə bilməz. Çox sağ olun, əziyyət çəkisiz, yəni istəyirsiniz, virtual eləyin. Yox, müəllimə, bir dəfə öyrənilməli deyil. İndi biz 3-4 yaşa baxaq. 3-4 yaşa baxsaq, burada da müəyyən fəaliyyət növləri mənimsənilmiş olur. Artıq baxın müəllimələr, burada biz əşyavi manipulyattiv fəaliyyəti görmürük. Artıq idraki praktik fəaliyyət olaraq gedir. Əşyavi manipulyattiv 1-2 yaşdaydı. 1-2 yaş və 2-3 yaşdaydı. Artıq orta qrupdan etibarən əşyavi manipulyattiv əvəzlənir idraki praktik fəaliyyət növü olaraq. Daha sonra ünsiyyət yer alır burada. Oyun fəaliyyəti yer alır, əmək fəaliyyəti yer alır, bədii fəaliyyət yer alır, təlim fəaliyyəti yer alır. İndi biz baxacağıq idraki praktik fəaliyyətə. İdraki praktik fəaliyyət də dedik 3-4 yaşdan formalaşmış olur. Hər şeyi bilmək istəyinin, hər şeyi öyrənmək həvəsinə keçməsi üçün şəraitin yaradılması. Artıq burada uşaq bir növ yenilikləri kəşf edir, yeni şeylər öyrənmək istəyir, daha da həvəslənmiş olur, motivasiyalanır. Daha sonra bacarıq və vərdişlərin dairəsinin genişləndirilməsi zaman və məkanda. Ailə və ya məktəbə qədər təhsil müəssisəsi şəraitində əşyalarla fəaliyyət üsullarının mənimsənilməsidir. Perseptual hissi qavrayış fəaliyyətinin formalaşmasıdır. Praktik təhlil və tərkibdən istifadə etməklə əyani əməli üsullarla məsələlərin həll edilməsidir. Daha sonra müstəqillik və şifahi nitqin inkişafı üçün sensitiv dövrün istifadəsidir. 3 yaş böhranından çıxmaq ərəfəsində əşyavi fəaliyyətdən əsas fəaliyyət növü kimi oyun fəaliyyətinə keçidə yardımcı olmaq, sualların köməyi ilə idraki fəallığın təmin edilməsi, dialoji nitqin formalaşdırılması. Bunlar 3-4 yaşda idraki fəaliyyətdə yer almış oldu. Biraz çox oldu bu. İndi biz ünsiyyətə baxsaq, ünsiyyətdə də deməli nələr qeyd olunub. Artıq belə deyək də daha da çətinləşmiş olur orta qrupdan etibarən. Ünsiyyətə baxsaq, burada qeyd olunub ki, şəxsiyyətlərarası münasibətlərdə uşağın tələbatının təmin olunması üçün təhlükəsiz və rahat atmosferin yaradılması.
Daha sonra uşaqların marağı üzrə ünsiyyətin təşkili, müsbət münasibətlərin qurulmasına yardım göstərilməsi, mədəni ünsiyyət qaydalarına müvafiq olaraq ilkin kommunikativ bacarıqların formalaşdırılması, yəni ilkin kommunikativ bacarıqların formalaşması orta qrupda ünsiyyətdə formalaşır. Verbal və qeyri-verbal ünsiyyət vasitələrinin istifadəsində uşaqlar və böyüklərlə ünsiyyətin qurulması üzrə vasitə və üsulların bir növ mənimsənilməsində uşağa yardım göstərilməsidir. Salamlaşmadır, göz təması qurmadır, kontakta girmədir, təşəkkür etməkdir. Bu kimi proseslərin mənimsənilməsində uşağa yardım göstərilməsi. Demək, indi bu da belə müəllimələr oyun fəaliyyətinə baxaq 3-4 yaşda. Oyun fəaliyyətində artıq baxın, oyunda ətraf aləmin dərk edilməsi üçün uşağın şəxsi təcrübəsinin oyuna köçürülməsi üçün şəraitin yaradılması. Yəni artıq uşaq şəxsi təcrübəsini bir növ oyuna köçürmüş olur orta qrupdan etibarən. Oyun məqsədlərinin qoyulması, oyun qaydalarını razılaşdırmaq və ona riayət etmək bacarıqlarının formalaşması. Daha sonra uşağa qalib gəlmə imkanlarının verilməsi bu yaş dövründə əks olunmuş olur. Daha sonra biz əmək fəaliyyətinə baxacağıq. Artıq orta qrupda dedik ki, təsərrüfat, məişət əməyi və özünə xidmət əməyi yer almış oldu 2-3 yaşda. İndi 3-4 yaşda orta qrupa baxsaq əmək fəaliyyətinə böyüklərin təsərrüfat, məişət və təbiətdə əməyinin müşahidəsinin təşkili, uşaqların birgə təsərrüfat, məişət əməyinə cəlb olunması. Artıq burada təbiətlə əməyin müşahidəsi də yer almış oldu. Daha sonra təsərrüfat məişət əməyində istifadə edilən oyuncaqla, əmək alətləri ilə iş üsullarının tətbiq edilməsi burada yer almış oldu. Daha sonra bədii fəaliyyətə baxsaq, bədii fəaliyyətdə incəsənət nümunələri vasitəsilə uşağın dünyaya estetik münasibəti və bədii inkişafının formalaşdırılması. Artıq estetik münasibət formalaşmış olur. İncəsənət əsərlərinə emosional münasibətin, təsviri fəaliyyət, musiqi, bədii nitq fəaliyyəti şəraitində bədii bacarıqların formalaşması yer almış oldu 3-4 yaşda. Təlim fəaliyyətinə baxsaq, təlim fəaliyyətində də bu işlərin aparılması zəruridir. Ətraf aləmdəki əşyalarla fəaliyyət üsullarının mənimsənilməsidir. Məsələlərin həlli üsulları ilə tanışlıqdır. Təlim məsələlərinin səmərəli həlli üçün şəraitin yaradılması təlim fəaliyyətində yer almış oldu. Daha sonra biz 4-5 yaşda fəaliyyət növlərinə baxmış olacağıq. 4-5 yaşda da baxın idraki praktik fəaliyyət yer alır, ünsiyyət fəaliyyəti, oyun fəaliyyəti, əmək fəaliyyəti, birgə fəaliyyət, elementar təlim fəaliyyəti. Baxın, orta qrupa qədər təlim fəaliyyəti idi. Artıq böyük qrupdan elementar təlim fəaliyyəti adlanmış oldu. İndi biz baxaq idraki praktik fəaliyyətə 4-5 yaşda. Baxın, burada analogiya üzrə fikir yürətməyin, təhlil, müqayisə etməyin, nəticələr çıxarmağın, səbəb və nəticələri izah etməyin və onların əlaqəsini müəyyən etmək bacarıqlarının formalaşdırılması. Artıq baxın, buradan daha da genişlənir. Yaş qrupu artdıqca 4-5 yaş və 5-6 yaşda yəni bu anlayışlar daha da genişlənmiş olur. Artıq uşaq fikir yürütməyi, mühakimə etməyi, müqayisə etməyi, nəticə çıxarmağı, əlaqələri müəyyən etməyi, izah etməyi bacarmış olur. Daha sonra ətraf aləmə, başqa insanlara və özünə qarşı uşaqda maraq və öyrənmə istəyi oyatmaq üçün idrakin stimullaşdırılması, uşağın emosional yaddaşına onun müxtəlif məlumatları müstəqil şəkildə əldə etmə vərdişinə əsaslanaraq axtarıcılıq qabiliyyətinin stimullaşdırılması da, diqqətin bir yerə cəmlənməsi və davamlılığa diqqət yönəldilməsi. Diqqət psixoprosesi bilirik ki, körpə yaşlı uşaqlarda tam olaraq formalaşmır. Artıq böyük qrupdan etibarən, yəni daha belə deyək, yaş qrupu artdıqca daha da uşaqların diqqəti, konsentrasiyası daha davamlı olur, daha diqqətlərini cəmləyə bilirlər dəqiq şəkildə.
Ona görə də 4-5 yaşda bu yer alır. Uşağın imkanlarını nəzərə almaqla idraki fəaliyyətin qeyri-ixtiyariyə keçirilməsidir. Yeniliyin öyrənilməsində, idraki məsələlərin həllində sevinc duymaq imkanlarının təqdim edilməsi də idraki praktik fəaliyyətdə yer almış olur. Daha sonra ünsiyyət fəaliyyətinə baxsaq biz, ünsiyyət fəaliyyətində nələr yer alır böyük qrupda? Baxın, müstəqil şəkildə böyüklər və yaşlıları ilə qarşılıqlı fəaliyyət zamanı müəyyən olunmuş qaydaların gözlənilməsi, işgüzar situasiya və ünsiyyətin inkişaf etdirilməsi, uşağın yaşlıları tərəfindən qəbul olunması üçün əlverişli şəraitin yaradılması, birgə fəaliyyəti, kiçik qruplarla fəaliyyəti təşkil edərək uşaq kollektivinin artıq formalaşdırılması, ali əxlaqi hisslərin aşılanması, artıq uşaqlar daha da formalaşırlar, daha da təkmilləşirlər. Ona görə də ali əxlaqi hisslər formalaşır. Bunlar vətənpərvərlik hissləridir, kollektivdə davranmadır, mehribanlıqdır, xeyirxahlıqdır, təvazökarlıq kimi hisslər formalaşır, əxlaqi hisslər formalaşır uşaqlarda. Daha sonra şəxsiyyətlər arası münasibətlər sistemində əlverişli mövqeyə malik olmaq üçün uşağa ünsiyyət üsullarının və vasitələrinin mənimsənilməsidir. Yəni, bura oyuncaqları bölüşmədir, oyunların təşkilidir, yardım etmədir uşaqların bir-birinə qarşı, hər hansı bir köməklik etməyidir, oyuncaqları bölüşə bilməkləridir. Bunlar yer almış oldu ünsiyyət fəaliyyətində. Bura qədər aydındır müəllimələr. Bəli, müəllimə. Aha, lap yaxşı. Keşək başlasınız, çox sağ olun. Siz də sağ olun müəllimə. İndi oyun fəaliyyətinə baxsaq, oyun fəaliyyətində də 4-5 yaş dövründə oyunun aparıcı fəaliyyət kimi qəbul edilməsi. Demişdik ki, əşya manipulyativ fəaliyyət aparıcı fəaliyyət növü kimi 1-2 yaşda əsas idi. Burada da baxın, oyunun aparıcı fəaliyyət kimi qəbul edilməsi sizdən soruşsa ki, hansı yaş dövründədir? Deyəcəksiniz ki, oyunun aparıcı fəaliyyət kimi qəbul edilməsi 4-5 yaş dövrünə aiddir. Bundan əlavə uşaq tərəfindən oyun rollarının yerinə yetirilməsidir. Müstəqil şəkildə qaydaların müəyyən olunması və riayət edilməsi, hərəkət vəziyyətlərinin, insanların oyun və real qarşılıqlı vəziyyətlərinin müqayisəsidir. Mövqelərin dəyişməsi ilə böyüklərin və uşaqların birgə oyununun təşkilidir. Oyun fəaliyyətinin mənimsənilməsi, uşağın xoş əhvalının və özünün reallaşdırılmasının dəstəklənməsi artıq oyun fəaliyyətində yer almış olur 4-5 yaşda. İndi əmək fəaliyyətinə baxsaq, əmək fəaliyyətində də nələr yer alır? Digərlərinə yardım istəyinin və müstəqilliyə can atmanın dəstəklənməsi. Artıq burada uşaqlar müstəqilliyə can atmağa çalışırlar. Fəaliyyətin əsas növlərindən biri kimi əməyin əhəmiyyətinin açıqlanmasıdır. Əmək prosesindəki uğurlarına görə qürur hissinin yaradılmasıdır. Bundan əvvəl əmək bacarıqlarının mənimsənilməsi prosesində vərdişlərin dəstəklənməsidir. Uşaqların fərdi və birgə əmək fəaliyyətinin təşkili 4-5 yaş dövründə yer almış olur. İndi birgə fəaliyyətə baxsaq, birgə fəaliyyətə də uşağın meyl və maraqlarının müəyyən edilməsidir. Müxtəlif fəaliyyət növlərində bədii bacarıqların inkişafının dəstəklənməsidir. Təəssüratı ilə uşaqların emosional sahələrinin genişləndirilməsi əsasında estetik hisslərin oyadılmasıdır. Artıq estetik hisslərin oyadılması 4-5 yaşda rast gəldik bu sözə. Daha sonra digərlərinin bədii obrazın fikrinə şərik olma bacarıqlarının, incəsənət əsərlərinin fərqli qavranılmasına və bədii ifadə vasitələrinin fərqləndirilməsi üçün şəraitin yaradılmasıdır. Bədii fikrin ixtiyarı təcəssümünün təlimidir. Əyani obrazlı təfəkkür, obrazlı təxəyyülün inkişafıdır. Obrazlı təfəkkür və təxəyyül dedikdə də təxəyyül odur ki, yəni uşaqlar bir növ xəyallarında, təsəvvürlərində canlandırırlar.
əyani obrazlı təfəkkür isə bir növ əşya ilə, yəni əyani şəkildə əşya ilə tanış olmuş olurlar, onu görmüş olurlar. Təxəyyül isə yəni öz belə deyək, fikirlərində, xəyallarında canlandırmağıdır. İndi elementar təlim fəaliyyətinə baxsaq, dedik ki, digər qrupda təlim idi. Artıq 4-5 yaşdan elementar təlim adlandırıldı. Davranış formalarının mənimsənilməsində uşağın imkanları nəzərə alınmaqla bir növ belə deyək, fəaliyyət şəraitində davranış qaydalarının izah olmasıdır. Artıq 4-5 yaşdan davranış qaydaları izah olunmağa başlanılır. Nitqi müşahidə ilə məsələlərin həlli üsulları ilə tanışlıq, fəaliyyətin idraki motivlərinin, idrak maraqlarının formalaşdırılması bu yaş dövründə yer almış oldu. Müəllimələr necədir, asandır, yoxsa çətindir? Yəni, çalışdığım qədər sadə dildə izah etməyə çalışıram bəzi məqamları. Amma yəni, sırf əzbərlik tələb edən bir mövzudur da. Çətinləşir biraz. Bəli, çətinləşir. Əzbərlik tələb edir. Bəli, qayd alıram müəllimə. Elə onun səbəbinə həcmi yavaş-yavaş həll edir. Müəllimə, biz bunun hamısını öyrənək, yoxsa yox, müəllimə, hamısını öyrənə bilmərsiniz. Məsəl üçün 1-2 yaş öyrənərsiniz, bəli. Hamısını birdən öyrənə bilmərsiniz axı. Çətinləşir, müəllimə, o 1-2-3 yaşda biraz asandır. Bəli, 1-2 yaşda asandır, sonradan çətinləşir, yəni sözlər daha uzun. Sizə də yəni yaş qrupu üzrə soruşa bilər, deyər hansı yaş qrupuna daxildir, hansı fəaliyyətə daxildir, belə suallar düşə bilər imtahanda. Yəni bir sual belə deyək, ən azı bundan olacaq. İndi çox düşür də, yəni belə suallar, bir deməyək də çox düşür. İndi 5-6 yaşa baxsaq fəaliyyət növlərinə, burada da idraki praktik fəaliyyət yer alır, ünsiyyət fəaliyyəti yer alır, oyun fəaliyyətidir, əmək fəaliyyəti. Artıq buradan baxın, bura kimi bədii fəaliyyət idi. Buradan artıq 5-6 yaşda bədii yaradıcı fəaliyyət olaraq gedir. İndi biz baxaq idraki praktik fəaliyyətə 5-6 yaşda. İdraki praktik fəaliyyətə nələr daxil olmuş oldu 5-6 yaşda? İdraki bacarıqların inkişafı, daha sonra müxtəlif fəaliyyət növlərində sensor etalonların tətbiqi. Baxın, sensor etalon sözünə siz digər yaş qruplarında rast gələ bilmərsiniz. Çünki sensor etalon daha geniş anlayışdır, daha mürəkkəb anlayışdır. Bu da sırf yəni məktəbazlıq qrupuna daxil olmuş olur. Müşahidə, yaradıcı təxəyyülün inkişafıdır, müqayisə etməkdir, ümumiləşdirməkdir, nəticə çıxartmaqdır, təsnif etmək bacarıqlarının inkişafıdır. Daha sonra yaddaşın növlərinə əsaslanmaqla uğurlu yadda saxlamaq üçün şəraitin yaradılmasıdır. İndi ünsiyyətə baxsaq, ünsiyyətdə də nələr yer almış olur? Mübahisəli vəziyyətin qeyri-zorakılıq yolu ilə həll olunmasının ünsiyyətdə əxlaqi normalara aşılanması, böyüklər və digər uşaqlarla idraki, praktik, kommunikativ məsələlərin həlli üçün suallar vermək bacarığının formalaşdırılması, ünsiyyət zamanı etibar və hörmətin aşılanmasıdır. Artıq bunlar daha geniş anlayışlardır, daha belə deyək də, böyük yaş qrupunda formalaşır. Etibardır, hörmətdir, dözümdür. Bunlar yəni əsasən böyük yaş qruplarında formalaşmış olur. Demək, ünsiyyət zamanı etibar və hörmətin aşılanması, dostluq münasibətləri üçün şərait və imkanların yaradılması, kollektivçilik və bir növ liderliyin formalaşdırılmasıdır. Başqa insanların emosional vəziyyətinin başa düşülməsi bacarıqlarının formalaşdırılmasıdır. Digərlərində bir növ özlərinə, digər insanlara qarşı hörmət nümayiş etdirirdilər, münasibət bildirirdilər. Artıq burada emosional vəziyyətlərini başa düşmək, başqa insanların emosional vəziyyətini başa düşməyə bacarmış olurlar. İndi oyun fəaliyyətinə baxsaq, 5-6 yaş dövründə oyun fəaliyyətinə də nələr daxil olur? Hadisələrin fərqləndirilməsi, oyundan zövq alınması, marağın davamlılığı baxımından uzunmüddətli rollu oyunlar, puzzle oyunları, didaktik oyunlar üçün şəraitin yaradılması. Yəni bu puzzle oyunları kimi oyunlar diqqət
tələb edir. Demişdik ki, diqqət psixoprosesi də əsasən məktəbazlıq qruplarında formalaşır böyük yaş dövründə. Burada baxın, uzun müddətli rollu oyunlar. Bu fikir varsa bilin ki, məktəbazlıq qrupudur. Daha sonra əmək fəaliyyətinə baxsaq, əmək fəaliyyətinə də birgə və fərdi fəaliyyətdə tələbatın öyrənilməsi üçün imkanların yaradılması, artıq birgə və fərdi fəaliyyət deyildi. Artıq burada tələbatın öyrənilməsi yer aldığı üçün məktəbazlıq yaş dövrüdür. Daha sonra əmək bacarıqlarının formalaşdırılması, böyük-kiçik motor hərəkətlərinin inkişaf etdirilməsi. Bu sözə biz rast gəlməmişdik. Yəni, böyük və kiçik motor hərəkətlərinin inkişafı əmək fəaliyyətində yer alır. Böyük motorika demişdik ki, ayaqların hərəkəti idi. Kiçik motor isə əl hərəkətləri, əl əzələlərinin inkişafı idi. Daha sonra bədii yaradıcı fəaliyyətə baxsaq, 5-6 yaşda bədii mədəniyyət və estetik şuurun əsaslarının formalaşdırılması. Artıq mədəniyyət formalaşır, şuurun formalaşır, estetik şuur formalaşmış olur. Bu yaş dövründə daha mürəkkəbdir deyə bunları məktəbazlıq dövrü olur. Ümumi və xüsusi bədii bacarıqların inkişafı, fərqləndirmə və müqayisə xüsusiyyətlərinin ümumiləşdirilməsi, obrazın halına acıma əsasında fərqli qavramaların dəstəklənməsi, artıq burada obrazın halına acımağı bacarırlar. Müxtəlif bədii fəaliyyət prosesində müstəqillikdir, özünə nəzarətin yardımı ilə bədii obrazın modelləşməsi şəraitində subyektin mövqeyini və özünün ifadəsini dəstəklənməsi, artıq burada müstəqillik və özünə nəzarət yer almış oldu. Bədii fəaliyyətə hissi mədəniyyətin və yaradıcılıq münasibətlərinin aşılanmasıdır. Daha sonra elementar təlim fəaliyyətinə baxsaq nələr yer alır? Təşkil olunmuş fəaliyyət zamanı davranış normalarına və fəallığa uyğunlaşma vərdişlərinin formalaşdırılması, daha sonra məsələlərin həlli üsulları ilə tanışlıqdır. Bura sınaqdır. Ümumiləşdirilmiş qrup məsələlərinin həll üsulları, reproduktiv, yəni bunlar daxildir. Məsələlərin həlli üsulları ilə tanışlıq. Daha sonra müstəqil axtarıcılıq bacarığının və qarşılıqlı fəaliyyətin təşkili yer alır. Daha sonra ilkin təlim bacarıqlarının formalaşdırılması da 5-6 yaşda bir növ elementar təlim fəaliyyətində yer almış oldu müəllimələr.